Salam, xoş gördük. Trapesiyə aid belə bir sualın izahına baxaq. Sualda bizə deyir ki, A-Y və B-Y tənbölənlərdir. Tənbölənlərdirsə, o zaman buradakı bucaqlar bərabərdir. Yəni biz bura alfa desək, burada alfa olacaq. Bura beta desək, burada beta olacaq. Onda trapesiyamızın A bucağı ümumilikdə 2 alfa, B bucağı isə ümumilikdə 2 beta olur. Və biz də bilirik ki, trapesiyada bir tərəfə biçib bucaqların cəmi hər zaman 180 dərəcə olmalıdır. Yəni 2 alfa üstəgələ 2 beta bərabər olmalıdır 180-ə. Bu bərabərliyin hər tərəfini 2-yə bölək. Nə qalar onda? Alfa üstəgələ beta bərabərdir 90 dərəcə. İndi qayıdaq şəklə. AB-yi üst bucağına diqqətlə baxın. 2 bucağının cəmi, yəni alfa ilə betanın cəmi 90 elədir. Onda 3-cü bucağa neçə qalar? Biz bilirik ki, üst bucağın daxili bucaqların cəmi 180 eləməlidir, düzdür? 180-dən bu ikisinin cəmini 90-ı çıxırıq ki, görə 3-cü bucaq neçə olur? O da olar 90 dərəcə. Deməli, B, Y, A bucağı 90 dərəcəymiş. Cavab C variantı.